Aha, uşaqlar, indi isə gəlin fiziki və kimyəvi hadisələr deməli mövzusunda test nümunələrinə baxaq. Əvvəlcə biz kiçik bir deməli anlayış üçün əvvəlcə bu anlayışları möhkəmləndirək, kiçik bir xatırlatmalar edim. Fiziki hadisələr zamanı uşaqlar, yəni bilirik ki, hadisələr iki cür olur. Fiziki hadisələr var, kimyəvi hadisələr var. Fiziki hadisələr zamanı bildiyimiz kimi maddənin tərkibi, yəni kimyəvi tərkibi dəyişmir. Məsələn, söhbət sudan gedirsə, su maddəsindən gedirsə, o maddənin fiziki hadisə zamanı kimyəvi tərkibi dəyişmir. Yəni maddə olduğu kimi qalır, yeni bir maddə yaranmır. Yalnızca maddənin halı, forması, ölçüsü və aqreqat halı dəyişir. Məsələn, su əgər donursa, buxarlanırsa, əriyirsə, yəni buz məsələn donduqda buz halına keçirsə, həmin o buz yenidən əriyib su halına qayıdırsa, bu zaman maddənin kimyəvi tərkibi dəyişmir. Yəni burada tamamilə fiziki hadisə baş verir. Kimyəvi hadisə zamanı isə uşaqlar maddənin tərkibi dəyişir, yeni maddə və ya maddələr yaranır. Proses çox vaxt geri dönməz olur. Yəni o maddə əmələ gəldikdən sonra prosesi yenidən əvvəlki vəziyyətinə qaytara bilmirik. Məsələn, dəmirin paslanması, dəmir artıq paslanır, üzərində oksid təbəqəsi əmələ gəlir. Oksid təbəqəsi əmələ gəldikdən sonra gərək o prosesi yenidən kimyəvi proseslə parçalayaq və oksid təbəqəsini onun üzərindən ayıraq. O zaman paslanmanı aradan qaldıra bilərik. Və yaxud da südün turşuması, artıq süd əvvəlki dadını vermir, artıq kəskin ondan iyi qoxu gəlməyə başlayır, dadı dəyişir. Daha sonra suyun elektrolizi, o da yenə elektrik cərəyanının təsiri ilə su parçalanır hidrogen qazına və oksigen qazına. Baxın uşaqlar, su maye haldadır, keçir hidrogen və oksigen qazlarına. Tamamilə fərqli quruluşlar əmələ gəlir. Gəlin test nümunələrinə baxaq. Deməli, birinci test nümunəmizdə bizdən kimyəvi hadisənin baş verdiyi variantı istəyir. A variantına baxaq. A variantına deyir ki, maye havadan oksigen alınır. Baxın, havadan oksigenin alınması, havanın zaten tərkibində oksigen var. Ondan maye havadan oksigeni almaqla biz kimyəvi proses həyata keçirmirik. Yəni burada kimyəvi hadisə baş vermir. Daha sonra su buxarlandıqda, baxın, su buxarlanır, qaz halına keçir. Aqreqat halı dəyişir. Bilirik ki, maye, qaz və bərk aqreqat halları var. Su mayedir, buxarlanıb qaz halına keçir. Burada sadəcə aqreqat halı dəyişir. Deməli, A variantı və B variantında kimyəvi hadisə baş vermir. C variantında su donduqda, yenə eyni şəkildə su maye halında idi, keçir, donur, bərk hala keçir. Aqreqat halına dəyişir. Yenə də burada kimyəvi hadisə baş vermir. Buz əridikdə, baxın, buz suyun bərk halda olan aqreqat halıdır. Həmin o buz bərk haldan yenə əriyib maye hala keçdikdə aqreqat halı dəyişir. Yəni burada heç bir kimyəvi hadisə baş vermir. Y variantında isə suyun elektrolizi. Baxın, suyun elektrolizindən su, yəni H2O parçalanaraq hidrogen qazına və oksigen qazına. O parçalanma baş verdiyi anda görürük ki, maddənin tərkibi dəyişdi. Artıq su olaraq qalmır, hidrogen qazına və oksigen qazına parçalanır. Yəni maddənin tərkibi dəyişir. Doğru cavabımız burada Y variantı. Gəlin, ikinci də yenə ona bənzər bir sualdır. Ona da baxaq. Demək deyil ki, hansı halda kimyəvi hadisə baş verir? Baxın, buxarlanmadır, ərimədir, kristallaşmadır və süzmədir. Bunların hamısında kimyəvi hadisə baş verir. Baxın, kristallaşma qarışıqların ayrılma üsulunda var idi. Ümumiyyətlə, qarışıqların hər birinin ayrılmasında kimyəvi hadisə baş vermir. Yalnız fiziki hadisə baş verir. Süzmə, əgər biz oradan qumla suyu ayırırıqsa, qum olduğu kimi qalır, su da olduğu kimi qalır. Nə qumun tərkibi dəyişir, nə də suyun tərkibi dəyişir. Həmçinin kristallaşmada su ilə, məsəl üçün, xörək duzunun qarışığında nə xörək duzu tərkibini dəyişir kristallaşma anında, nə də su. Sadəcə su orada buxarlanır, qaz halına keçir. Yəni suyun orada tərkibi dəyişmir. Yalnızca aqreqat hal dəyişir. Ərimə də həmçinin, buzun əriməsində də, həmçinin buxarlanma prosesində də, yəni yuxarıda göstərdiyimiz, qeyd etdiyimiz su buxarlandıqda variantı, yenə bu eyni şəkildə buxarlanma, ərimə, süzmə və kristallaşma tamamilə kimyəvi, tamamilə fiziki hadisədir. Ancaq yanma isə kimyəvi hadisədir. Çünki uşaqlar, əgər bir maddəni biz yandırırıqsa, onun tərkibi dəyişəcək. Məsələn, odun yandıqda kül olur, kömürə çevrilir və ancaq odunu doğradıqda, baxın, iki variant var. Odunu biz yandıra bilərik, odunu doğraya bilərik. Yandıqda odundan əsər əlamət qalmayacaq, onun tərkibi dəyişəcək. Ancaq yandıqda isə, deməli, o öz kimyəvi tərkibini dəyişir.
Daha sonra üçüncü hala baxaq. Fiziki hadisəni müəyyən edin. Baxın, 5 variantımız var. Bizdən fiziki hadisəni müəyyən etməyimizi istəyir. Oksigendən suyun alınması. Baxın, suyun formulu nə idi? H2O. Əgər biz oksigendən H2O alırıqsa, baxın, oksigenin öz formulu var. Suyun öz formulu var. Kimyəvi tərkib dəyişir də, elə deyilmi? Kimyəvi tərkib dəyişirsə, bu fiziki hadisə deyil, bu kimyəvi hadisədir. Həmçinin hidrogendən yenə suyun alınması. Kimyəvi tərkib dəyişir. Südün turşuması, dadı dəyişir, iyi dəyişir. Deməli, bu da fiziki hadisə deyil. D variantına baxacağıq, Y variantına baxaq. Dəmirin paslanması. Dəmir paslanır, üzərində dəmirin rəngi dəyişir, tərkibi dəyişir, artıq oksidləşir. Baxın, dəmir deməli, adi halda ferrumdur. Dəmir bu şəkildə yazılır da formulu. Dəqiqə. Deməli, gəlin izah eləyim. Baxın, dəmir paslananda hansı proses baş verir? Bu dəmirdir. Ferrum paslanaraq oksigenlə o qədər havada məruz qalır ki, oksigenin təsirinə, oksigenlə deməli, reaksiyaya girir, alınır. Deməli, dəmir 2O3. Baxın, dəmir yəni havada oksigenin deməli təsirinə məruz qalır və dəmir 2O3, yəni həmin o pasa əmələ gətirir. Baxın, əvvəl dəmir idi. Artıq paslandı, dəmir 2O3 alındı. Dəmir başqa kimyəvi formuldadır. Dəmir 3 oksid başqa kimyəvi formulu var. Deməli, kimyəvi tərkib dəyişir. Bu da kimyəvi hadisədir. Ancaq suyun buxarlanması isə fiziki hadisədir. Daha sonra bir digər test nümunələrimizə baxaq. Məsələn, 8-ci suala baxaq. Uşaqlar, biz aqreqat hallarının, mən video izahımda da aqreqat hallarının keçidini izah etmişdim. Yəni, bir haldan bir digər hala keçdikdə hansı proses baş verir? Gəlin, bir də onu gözdən keçirdik. Bir halında, baxın, o hansı istiqamətdədir? Bərkdən mayeyə. Yəni, ərimə. Bərki, əsasən bu aqreqat halında keçiddə suyun nümunəsini göstəririk ki, məsələn, bərk halda su buzdur da, elə deyilmi? Buz haldan gəlin, baxın, maye hala keçir, yəni əriyir. Bir də ərimə prosesi gedir. Deməli, bizə deyir ki, 4-ü tapın. Bizə deyir ki, 4-ü tapın. 4 ərimə deyil. 1 də ərimə. Yəni, bir-bir tapdıqca bunları, variantları da çıxa bilərsiniz. Daha sonra 2. 2 də nə deyir? Maye haldan, yəni sudan keçir qaz halına, buxarlanır. Nə hadisəsi baş verir? Buxarlanma. 2 də buxarlanmadır. 3-ə baxaq. Qazdan mayəyə keçir. Baxın, qaz halından mayəyə keçdikdə bu prosesin adına kondensləşmə deyilir. Kondensləşmə variantında silirik. Daha sonra maye haldan, yəni su əgər bərk hala keçirsə, deməli donur. Dördüncü oxla göstərilən hadisə donmadır. Sublimə isə bərkdən qaza keçiddir. Sublimə hadisəsi. Daha sonra 9-cu test nümunəsində deyir ki, hansı ox sxemdə əriməni göstərir? Ərimə hansı idi? Əgər bərk maddə əriyib maye hala keçirsə, yəni buna əslində buzun nümunəsində yox, dondurmanın nümunəsini də göstərə bilərik, dondurmanın misalında. Dondurma bərk haldadır, elə deyilmi? Biraz qaldıqdan sonra, deməli, yəni donmuş dondurma, deməli, istinin təsiri ilə maye hala keçir və əriyir. Yəni, ərimə prosesi gedir. Ərimə prosesi demək nə idi? Bərk halda olan dondurmanın əriyərək maye hala çevrilməsi, yəni 1. Deməli, bu oxuda doğru variant bu test nümunəsində. Doğru variant B variantıdır. İndi isə gəlin aqreqat hallarının çevrilməsinə aid bir neçə test nümunəsinə baxaq. Test nümunələrimizdən biri də 56-cı testdir. Deməli, burada bizdən istəyir ki, gəlin sualı oxuyaq. Kondensləşmə zamanı maddənin aqreqat halı dəyişir. 3 dənə hal verib, bu hallardan biz hansının kondensləşmə olduğunu müəyyən etməliyik. Birincidə
bərkdən qaza. Mən video izahımda da demişdim ki, elə maddələr var ki, onlar bərk haldan maye hala keçmədən birbaşa qaz halına keçirlər. Bu, deməli, halın dəyişməsi sublimasiyadır. Yəni, bu kondensləşmə prosesi deyil, tamamilə sublimasiya prosesidir. Deməli, birinci variant doğru variant deyil. İkinci hala baxaq. Qazdan mayəyə. Bu kondensləşmədir. Uşaqlar, kondensləşmə prosesi nədir? Qazdan mayəyə və yaxud da qazdan, deməli, bərkə. Deməli, qazdan mayəyə, qazdan bərkə əgər keçid varsa, o kondensləşmədir. Daha sonra üçüncü nümunəmizə baxaq. Mayədən qaza. Baxın, maye, məsələn, suyu göstərir. Su buxarlanır, qaz halına keçir. Yəni, burada buxarlanma prosesi gedir. Mayədən qaza keçəndə buxarlanma baş verir. Deməli, kondensləşmə zamanı yalnız iki halda kondensləşmə prosesi gedir. Aqreqat halının dəyişməsində kondensləşmə prosesi gedir. Deməli, doğru cavabımız yalnız 2. Daha sonra 58-ci test nümunəsinə baxaq. Deməli, deyir ki, hansı maddələrin 10 dərəcədən 60 dərəcəyədək temperatur intervalında aqreqat halı dəyişmir? Baxın, burada X maddəsi, Y maddəsi və Z maddəsinin ərimə və qaynama temperaturları verilib. Deməli, bizdən istəyir ki, 10 dərəcədən 60 dərəcədə, yəni baxın, bu aralıqda aqreqat halı dəyişməsin. Baxın, bu nə deməkdir? Deməli, burada 40 dərəcə deyir. 10 dərəcə o 40 dərəcənin altındadır. 60 dərəcə isə 40 dərəcə ilə baxır, görür ki, 152-nin arasındadır. Deməli, bu ərimə ilə qaynama arasında bir keçid baş verir. Bu keçid maye haldır. Yəni, maye halda 40 dərəcədən 152 dərəcəyə qədər temperaturda həmin X maddəsi maye haldadır. Yəni, biz bu temperaturlardan öncəkinə və sonraki aqreqat hallarına baxmalıyıq. Deməli, bu temperaturdan öncə maddə bərk halda olur. Bu temperaturla bu temperatur arasında maddə maye halda olur. Bu temperaturdan sonra isə, yəni qaynamadan sonra isə artıq maddə qaz halında olur. Deməli, biz gördük ki, 10 dərəcədən 60 dərəcəyə keçəndə o maddə aqreqat halı dəyişdi. Yəni, bərkdən mayəyə keçdi. Baxın, 10 dərəcədə, bu 40 dərəcədən aşağıda biz dedik ki, maddə bərk haldadır. 40 ilə 152 arasında maye haldadır. 60 dərəcədə bu 40 ilə 152 arasında olduğu üçün, yəni dərəcə arasında olduğu üçün, biz deyirik ki, 60 dərəcədə X maddəsi maye halındadır. Yəni, 10 dərəcədən 60 dərəcəyə qədər aqreqat halı dəyişir. Yəni, bərk haldan maye hala keçir. Deməli, bizə dəyişməyən variantı istəyir. X variantı səhvdir, çünki burada dəyişmə halı gedir. Y variantına baxaq. 10 müsbət 5-dən sonra gələn bir rəqəmdir də, elə deyilmi? Yəni 40-da biz dedik ki, 10 40-dan əvvəl gəlir, ona görə bura yazmışdıq. 10 dərəcə isə 5-dən sonra gəlir, 60 dərəcədə 230-dan aşağıdır. Yəni 230-dan çox deyil ki, 230-dan aşağıdır. Baxın, 10 dərəcədə, 60 dərəcədə bu 5 ilə 230-un arasındakı bir intervalda yerləşir. Yəni, bu intervalda da həmin maddə maye haldadır. Yəni, onun aqreqat halı dəyişmir. Bizdən də dəyişməyən hal istəyir. Deməli, Y doğru variantdır. Daha sonra, müsbət 10 həmişə mənfilərdən böyük olur uşaqlar. Yəni, mənfi 10 artıq onun soyuduğu temperaturu göstərir. Müsbət 10 isə onun deməli, əridiyi və ya qaynadığı, yəni daha yüksək temperaturları göstərir. Ona görə də mənfi 10-dan böyük olacaq müsbət 10. 60 da 80 dərəcədən aşağıda olduğu üçün onu bir əvvəlki yerə yazırıq. 60. Baxın, yenə də 10 dərəcə ilə 60 dərəcə maye haldadır. Yəni, burada 10 dərəcədən 60 dərəcəyə qədər Z maddəsi temperatur artdıqda heç bir aqreqat halı dəyişmir. Çünki burada deyir ki, Z maddəsi 80 dərəcədə artıq qaynamağa başlayır. Əgər 60 dərəcədən yuxarı bir rəqəm olsaydı burada, yəni 90 olsaydı, onda deyərdik ki, maddə 10 dərəcədən 90 dərəcəyə qalxanda maye haldan qaz hala çevrilir. Deməli, burada da aqreqat halı dəyişmədi. Doğru cavabımız Y və Z, yəni C variantı. Daha sonra 62-ci test nümunəsinə baxaq. Deyir ki, hansı mərhələlərdə fiziki hadisə baş verir? Baxın, fiziki hadisə baş verir. Biz demişdik ki, fiziki hadisə aqreqat hallarının dəyişdiyi nümunələrdir. Məsələn, əgər buz suya çevrilirsə, yəni ərimə gedir burada. Ərimə fiziki hadisədir.
Sudan hidrogen alınırsa, baxın uşaqlar, suyun formulunu mən burada yazım. Deməli, bir daha sizin gözünüzün qabağında olsun. H2O, hidrogende H. Baxın, suyun bir başqa formulu var. Hidrogenin isə bir başqa. Görürsünüz ki, kimyəvi tərkibi dəyişir. Əgər sudan biz hidrogeni alsaq, su, hidrogen və oksigenin qarışığından olan bu birləşmə təkcə hidrogenlə əmələ gələcək. Yəni, tərkib dəyişəcək. Tərkib dəyişirsə, burada kimyəvi hadisə baş verir. Bizdən istəyir ki, fiziki hadisələri tapaq. Daha sonra hidrogendən yenə eyni şəkildə suyu alsaq, yenə də tərkib dəyişir. Hidrogen bir başqa tərkibdədir, suda bir başqa. Tərkib dəyişdiyi üçün burada da kimyəvi hadisə baş verir. İndi isə gəlin bu sudan su buxarının alınmasına baxaq. Su buxarlananda su buxarına çevrilir. Burada heç bir kimyəvi tərkib dəyişmir. Su buxarının da tərkibində yenə su molekulları var. Ona görə də burada buxarlanma prosesi olduğu üçün buxarlanma da fiziki hadisədir. Deməli, 1 və 4 bizdə fiziki hadisələri göstərir.